Macarıstan millisi play-off mərhələsinə vəsiqəni təmin edəcək. Əvəz etmə hazırlanır Şimali Makedoniya millisinin heyətində. Görək kimlər əvəzlənəcək. Oyuna Slagana Georgieva və Ana Marsiya Setkovska daxil olmağa hazırlaşırlar. İlk hissədə qeyd edim ki, məcburi əvəz etmə oldu bizim heyətdə. Millimizin heyətində Esramanya xanım Əsədova ilə əvəzləndi. Slagana Georgievanı göstərirlər, artıq oyundadır. Elena Panyeskanı əvəzləyib. Digər əvəzlənən futbolçu isə Aleksandra Markovska idi. Onun əvəzinə Ana Marsiya artıq oyundadır. Hakim saatına baxır. Македонската фудбалска репрезентација ја влегува со две нови девојки на теренот, како замени што ги прави селекторот Александър Ардов на стартот на вториот дел. Mərkəz xəttindən izləyə görək. Son 45 dəqiqədə meydanda nələr baş verəcək. Peritan Bozda. Hava Mustafa topladı, cinaha meylənir. Slađana Georgijeva Hava, top yan xətdən çıxdı. Најискусната во нашиот тим, членката на редот за врска. Out Şimali Makedoniya millisinin 16 годишната Ana Marija Cvetkoska. Anya Boşeska topu yan xətdən oyuna daxil edir. Amma hücum qura bilmədilər. Səliqəsiz oynadılar, top keçir qonaqlara millimizin. Millimiz topu yan xətdən oyuna daxil edəcək. Nigar Mirzəliyeva. Mirzəliyeva irəli ötürmə. Peritan Bozda. Manə Mollayeva. Manə Jalə Məhsimova. Özü irəliyir. Jalə mərkəz xəttini keçdi. Ötürməsi bir qədər səliqəsiz alındı. Burada da Katerina Petkova futbolçumuzun önünü kəsmişdi xanım Əsədovanın. Qapıdan zərbə. Viktoriya. Slagana Georgieva. Jalə Məhsimova, Sevincə Fərzadə keçməyə çalışırdı orada. Slagananı keçə bilmədi. Out millimizin. Jalə Məhsimova, Sevincə Fərzadə. Jalə baxır. Jalə ötürür mərkəzə. Tək toxunuş. Orada əl ötürmə. Manə Mollayeva zərbəsi. Amma offside qərarı var idi. Дури да дадеше гол, немаше тој да вреди, бидејќи во недозволено. Bəli, açıq-aşkar oyundan kənar vəziyyət var idi burada. Длабок офсайд. Беше неспорна ситуацијата. Diana Məmmədova. Ötürmə irəli. Yeliz Acar. Kristina Bakaranze istiqamətlə ötürmə etdi. Top keçir rəqibə və indi hücum qurmağa çalışırlar yenə də. Teona Galabovska ilə ilk hissədə demək olar ki, gözə dəymirdi. Teona rəqibin 10 nömrəli futbolçusu.
İrəli ötürmə. Hava Mustafa. Top özündə saxlaya bilmədi. Nigar Mirzəliyeva. Yeliz Acar. Peritan Bozdağ. Manə Mollayeva. Yaxşı çıxdıq müdafiədən. Manə baxır. Cinaha dəyişir. Sağa Sevinç Cəfərzadə. Yaxşı istədiyi kimi daha dəqiq desək. Qəbul edə bilmədi orada topu. Out Azərbaycan millisinin. Ženski od kvalitet. Alina Nəhmədova. Daha bir out olacaq. Bir qədər də yaxın mövqedə rəqibi qapısına. Alina. İrəli ötürmə. Slagana Georgieva. Daha bir out. Действува по левата страна, онаму каде што беше и Панеска. Alina, Manə Mollayeva. 5 минути. Nahmadova. Diana Məmmədova. Nigar riskli ötürməkdir orada. Teona qəbul etmişdi topu, amma Teona oyundan kənar vəziyyətdə idi. O sürətlənməli deyildi topa. Qalabovska. Laismanın bayrağı qalxmışdı. Одлична арбитража вечерва на грузинските судијки на чело со Теона Стурла. Еден лесен надпревар за судење. Nigar orada ayağını tutub ağrılar hiss edir. Ungariya vodi so 3-0 protiv Andora. Hakim onun səhhəti ilə maraqlandı. Oyun davam edəcək. Aytaç Şərifova. Alina Nəhmədova. Ötürür mərkəzə. Peritan Bozdağ. Nigar pressing var ona qarşı. Aytaç Şərifovaya qaytarır. Edən Nigar. Mirzəliyeva. Nigar topladı. Uzun ötürmə meydanının rəqibə aid olan hissəsinə Kristina Bakaranzaya ünvanlanmışdı bu ötürmə. Top ona toxunaraq meydandan çıxdı. Out rəqibin. Pavlinka. Ötürməsi mərkəzə. Eva Veliçkova. Eva ötürür. Uzun dirək istiqamətinə. Uyza çatdı topa. Aytaç Şərifova qapını tərk edib orada. Uyza yıxırıb. Aytaç Şərifova qaydanı pozmuşdu. Və sarı vərəqə ilə də cəzalanır millimizin qolkiperi. Oyunun 51-ci dəqiqəsində. Uyza Maksutiyə qarşı qaydanı pozdu. Məcbur idi. Vaxt qazanmaq üçün, qapısına qayıtmaq üçün taktiki foul edir orada. Gol igrač mora da razmislува sasvim поинаку. Ulza topun yanındadır. Петувачка позиција за слободен удар сега за македонската репрезентација. Токму Улза Максути ќе нафрли. Ulza Maksuti. Hakimin fiti səslənir. Во 16-никот на Азербејџан. Немаше преголем ефект од ваквите неколку ситуации во. Amma oyunu saxlayan fit idi bu. Siqnal idi. Sakitləşdirdi futbolçuları və indi oyunu davam etdirmək olar. Ulza Maksuti yaxın dirək istiqamətində çox şuman qapını nişan almaq istəyirdi, alınmadı. Ulza Maksuti indi. Növbəti cəhdi Aytaç Şərifova. Yerindədir, tələsir Aytaç Şərifova. Dərhal uzun ötürmə Aytaç Şərifovadan qüvvətli alınma. Top yan xəttdən çıxır. Sevinç Cəfərzadə alqışladı komanda yoldaşının bu ötürməsini. Qiymətləndirdi. Out Şimali Makedoniya millisinin. Anya Boşeska. Diana. Topu rəqibə hədiyyə etdi orada. Maksuti. Ulza.
Cinahı dəyişdi sağa. Anya Boşeska. Ötürmə irəli. Uyza. Uyza yələndi topa. İkinci hissəyə daha yaxşı başlayıb. Qeyd etmək lazımdır. Şimali Makedoniya. Boyana. Petkova. Və üçüncüdən zərbə olacaq. Səhv etmirəmsə bu onların ilk korneri olacaq. Yanıla bilərəm. Təbii ki, oyunun 54-cü dəqiqəsində izləyək. Uyza. Yaxın dirəyi Sevinç Cəfərzadə bağlamağa çalışır. Ötürmə ilə yaxın dirək istiqamətinə. Orada Sevinç Cəfərzadə yıxılıb, vərəqə tələb edirlər. Tiona Galabovska. Cəzalana bilər orada. Baxaq. Təkrara. Ayağını fikir verin, hara qaldırdı. Tiona, təhlükəli idi. Zədəliyə də bilər. Kapitanımızı, həkimlər meydana daxil oldu. Hakimin əlində sarı vərəqə var. Bəli, cəzalanır. Heç də yaxşı təsiri bağışlamır bu gün. Tiona Galabovska. İki əvəz etmə də indimizin heyətində olacaq. Vusala Seyfaddinova и Alina Dorofeeva. Се двете азербејџанки кои што први ќе добијат шанса од клупата во продолжението. На истекот на првото полувреме, ако паметите, Alina Dorofeeva Садова ја замени Есра Мања, која што meydana daxil olmağa hazırlaşır. Vüsalə Seyfəddinova ilə bir yerdə. Sevinç Cəfərzadə. Hər şey qaydasındadır. Kapitan da Sevinç. Topu meydanda saxladı. Jalə Məhsimova. Alina. Aytaç Şərifova. Nigar. Qapçıya ötürmə, pressing var rəqib futbolçulardan. Alina Nəhmədova, Sevinç, Jalə, Məksimovadan irəli ötürmə, xanım Əsədova və mane oldular ona. Katerina Petkova. Време е за двојната замена və əvəz etmə. Reprezentasiјата на Азербејџан. Jalə Məhsimova. Onun əvəzinə Vüsalə Seyfəddinova oyuna daxil olur. Влегува во игра Сейфаддинова. Со број 11, а Дорофеева Digər əvəzlənən futbolçu kimdir? на местото на Yeliz Açar. Yeliz Acar əvəzlənir. Onunla yerinə Alina Dorofeeva oyuna qoşuldu. 57-ci dəqiqədə Vüsalə Seyfəddinova topu yan xəttdən elə o daxil etdi oyuna. Xanım Əsədova, Sevinç Cəfərzadə zərbə vurmağa imkan vermədilər. Amma həmlə davam edə bilər. Nigar Mirzəliyeva. Dorofeeva. İrəli ötürmə qarşılayırlar rəqib futbolçular. Alina çatdı topa, Dorofeeva ötürür. Bir qədər səliqəsiz alanda ötürməsi. Eva Veliçkova. Hava. Mustafa top yan xətdən çıxıb. Out Şimali Makedoniya millisinin. Anya Boşeska. Audza Boşesk. Topladı. Burada çox yaxşı rəftar etdi topla Kristina Bakaradze.
Ataraq keçmişdi rəqibi, amma hakim oyunu saxlayıb. Qayda pozulub. Anya Boşeskaya qarşı. Xanım Əsədova ilə mübarizədən sonra yıxıldı. Yenə də həkimlər meydana daxil oldular. Bir saat artıq tamam olur. Petar Miloševski stadionunda. Bu hesabla yekunlaşsa oyun millimiz cəmi bu marafonda 2 dəfə məğlub yekunlaşdıracaq, sonlandıracaq bu turniri. Hər iki oyunda da qrup lideri Macaristan millisinə məğlub olmuşuq. Doğma meydanda 2-1 hesabı ilə, səfərdə isə 1-0. Ehtiyat futbolçularımızı görürük. Az saylı azarkeşlər tribunada. Резултатот што важи од 37 Anja Bošeska qalxır ayağa. Залиева го постигна Pavlinka, третиот гол за Азербејџан. Nikolovska 15 минути од вториот дел, irəli ötürmə. речиси без ниту еден момент кој Cərmə meydançamıza. Имаше фаул во напад тука од Мустафа. Qayda pozulub. İtələmişdi rəqib futbolçu. Millimizin oyunçusunu. Aytaç Şərifova. Половина час. Anya Boşeska hələ də qayıtmayıb oyuna. Alina Əhmədova ötürmə irəli. Sevinç. Əla keçdi. Ötürmə Salcanha. Salə Seyfəddinovanın ötürməsi keçmədi. Bloklandı. Rəqib isə risk etmir. Topu yan xətdən çıxarır. Katerina Petkova. Salə. Seyfəddinova. Seyfəddinova. Altı yerinə yetirdi. Sevinç Cəfərzadə isə səliqəsiz toxunuş etmişdi. Top qalır amma komandamızda. Vüsalə Seyfəddinova ötürmə rəqib cərmə meydançasına. Dəqiq alınmadı. İndi sürətli əks hücum alına bilər. Şimali Makedoniya futbolçularından Uyza sürət yığıb. Uyza uzaqdan qapıya zərbə endirir, amma Aytaç Şərifova yerindədir. Изведено со оглед на тоа како одигра Максути досега на мечот. Peritan Bozdağ, Vüsalə. Голманката. Alina Əhmədova. Aytaç. Nigar. Baxır ətrafına Nigar. Ötürməsini edir. Tək toxunuş. Dorofeeva. Ötürmə gözləyirdi. Rəqib müdafiəçilərinin arxasında Uyza Maksuti. Topu çıxartdı yan xətdən. Uyza Maksuti. Vüsalə Seyfəddinova. Bu dəfə isə Slagana Georgieva Postanuva Azerbeјџан. imkan vermədi. Hücumumuzun qarşısını alır. Vüsalə Seyfəddinova. Kristina Bakaranzi. Sağ cinaha meylənib. Ötürmə mərkəzə. Peritan Bozdağ. Divar ötürməsi cəhdə alınmır. Alina. Ondan geriyə Aytaç Şərifova. Има целосна контрола на случувањата азербејџанските репрезентативки. Yana Məmmədova. Ötürməsi irəli. İtiririk. Topu yenə də Eva Veliçkova. Slagana. Yıxılıb, qayda pozulub ona qarşı. Georgievaya qarşı. Pavlinka. Nikolovska.
Ötürmə irəli. Nigar qarşıladı. Peritan Bozdağ, Manə Mollayeva. Yıxıldı orada, itirdi topu. Boyana Petkova. Ötürmə Sajaha. Boyanadan rəqib cərimə meydançamıza daxil olur. Uzaqlaşdıra bilirik. Uzaqdan zərbə bloklanır. Manə Mollayeva sürətli əks hücum alına bilər. Kristina Bakaradze diqqətli olmalıdır. Trivela ötürmə orada. Kristinadan yaxşı alınmışdı. Xanım Əsədovaya. Amma Viktoriya qapısını vaxtında tərk etdi. Təhlükəni uzaqlaşdırdı. Əvəz etmə. 2 əvəz etmə hətta. Millimizin heyətində. Qapıcı da əvəzlənir hətta. Günay İsmailova oyundadır. Digər əvəzlənən futbolçu kimdir? Digər əvəzlənən isə Alinadır. Alina Nəhmədova. Onun da yerinə Ayşən Salamzadə oyundadır. Oyun davam edir. Sağ cinahdan hücum qurmağa çalışırdı meydan sahibləri. Top yan xəttdən çıxdı. Nigar Mirzəliyeva diqqətlidir müdafiədə. Ana. Maria keçdi orada ötürməsi. Uzaqlaşdırmaq lazımdır. Vüsailə elə dedir. Seyfəddinova bir dəfə digər cinahdan autu yerinə yetirəcək. Meydan sahibləri oyunun 65-ci dəqiqəsindəyik. Millimiz 3-1 hesabı ilə öndədir. Oyza. Ötürməsi yöndəmsiz alındı orada. Oyzanın indi Sevinç Cəfərzadə sürətli əks hücuma çıxırıq. Xanım Əsədova. Boşluq var sağ cinahda. Xanım oyundan kənar vəziyyət. Yan xət hakiminin bayrağı qalxıb. Macarıstan millisinin qapısına qol vurmuşdu xanım Əsədova. O Macarıstan millisinə ki, qol buraxmamışdı. Amma hazırda paralel keçən oyunda qol buraxıb. Hesab 5-1'dir Macarıstan millisinin xeyrinə. Andorra millisi qol vurub orada. Təsəlli qolu. Yıxılan futbolçu var rəqibin heyətində. Oyunda yenə də fasilə yaranır. 66-cı dəqiqədəyik. Beş əvəz etmə edib Siyasət Əskərov. Günay İsmailovanı görürük. Ehtiyat qapıcımız da artıq oyundadır. Ehtiyatda Nərgiz Əliyeva da var. Golkiperlər siyasında. Pavlinka, Nikolovska. Meydanın kənarına çəkilir. Hətta göz yaşlarını saxlaya bilmir orada. Ulza Maksuti topun yanındadır. Hakimin fiti səsləndi. Ulza. İrəli ötürmə. Manə Mollayeva qarşıladı. Hava Mustafa. Sürətlidir. Amma Alina Dorofeyeva uzaqlaşdırdı. Təhlükəni. Eva saxladı topu. Mərkəz dairəsi yaxınlığında indi Şimali Makedoniya millisinin hücum cəhdi. Nigar diqqətlidir. Peritan Bozdağ. Ondan qapçıya. Günay İsmailova. Manə Mollayeva. İrəli ötürmə. Sevinç. Sevinç Cəfərzadə. Mərkəzə meyilləndi. Sevinç yıxıldı. Zənnimcə ötürmə etmək olardı. Amma onsuz da vaxt bizim
millimizin leyhinə işləyir. Yenə də Teona Galabovskadır. Diqqət mərkəzində. Boyun heç də yaxşı işlərlə yadda qalmadı meydanda. Teona Galabovska. Daha iki əvəz etmə. Qolun müəllifi Hava Mustafa əvəzlənir. Onun yerinə Milanya Grozdanova oyuna daxil olur. Digər əvəzlənən futbolçu isə nümayiş etdirmədilər bizə. Aha, Pavlinka Nikolovskadır. Digər əvəzlənən futbolçu, onun da əvəzinə oyuna daxil olan futbolçu Mila Panevadır. Artıq oyundadır. Ötürmə. Rəqib cərmə meydançasına Viktoriya çətinlik çəkmədən topu götürür. Melania oyuna yenicə daxil olub. İlk toxunuşunu izlədiyi Melania. Ayşən Salamzadə buraxdı topu Kristina Bakaranze üçün. Kristina sürət yığdı. Mərkəz xəttini keçdi özü. Əla qolunu izlədik bu gün onun. Uzaq məsafədən Kristina tələsmədi. İrəli atılmağa, geriyə çəkildi. Daha dəqiq oynadı. Uzun ötürmə Manə Mollayevadan orada Viktoriya. Yenə də çıxışda səhv etmir. İnamlı təsiri bağışlayır. Şimali Makedoniya millisinin qolkiperi. Viktoriya. Ötürmə irəli. Diana. Nigar. Qayda pozulub. Ulzaya qarşı. Aha, vəziyyət heç də ürək açan. Görsənmir Pavlinka üçün. Ona görə göz yaşlarını saxlaya bilmədi orada. Şimali Makedoniya millisinin futbolçusu. Risalə Seyfəddinova irəli ötürməz. Sevinç Cəfərzadə sinəsi ilə qəbul etdi topu. Sevinç irəliyir. Sevinç baxdı, ayaq saxladı. Sevinç Cəfərzadənin uzaq dirək istiqamətində ötürməyə yaxşı alındı. Amma Ayşən Salamzadəyə imkan vermədilər. Zərbə endirməyə xanım Əsədova da dəstək oldu. Ona rəqib futbolçuları imkan vermədi. Təkrara baxırıq. Və standart vəziyyət. Kristina Bakaranze. Üçüncüdən zərbəni yerinə yetirir. Yaxın dirək istiqamətinə. Heç nə yox idi orada. Oyun davam etməlidir. Teona ilə əks hücuma çıxmağa çalışır. Şimali Makedoniya millisi Teona və mərkəz xəttində ona qarşı qayda pozuldu. Sarı vərəqə Sevinç Cəfərzadəyə çox güman etirazlara görə. Amma nəyə lazımdır bu etiraz? Çünki orada qayda pozuntusu yox idi. Emosional futbolçudur, döyüşkən xarakteri var, amma emosiyalara hakim olmaq lazımdır. Hər zaman bu döyüşkən xarakter insanın xeyrinə işləmir. Top yan xəttdən çıxıb. Baxırıq təkrara. Bu epizoda görə penalti təyin etmirlər. Teona topladı. Nigar Mirzəliyeva topu rəqibə vuraraq meydandan çıxartdı. Out Azərbaycan millisinin. Meydanda ən yaxşılardan biridir.
Nigar Mirzəliyeva. Qol da vurdu. İndi də topu yan xəttdən oyuna daxil edəcək. Teona. Uyza. Uyza'nın zərbəsi bərbad alınır. Top qapının üstündən meydandan çıxır. Qapıdan zərbə ilə Günay İsmailova oyunu davam etdirəcək. Manə Mollayeva. Manə Mollayeva. Ötürmə irəli. Narafayeva sürətlənib. Sevinç Cəfərzadə ilə bir yerdə rəqib futbolçunu Anya Boşyeskana səhv etməyə vadar edəcəkdilər. Risk etmədən topu yan xəttdən çıxardı. Anya, Sevinç Cəfərzadənin ötürməsi yaxşı alınır. Darafayeva. Darafayevadan qapı qarşısında Xanım Əsədovanın zərbəsi və penalti bax budur. Yoxsa hətta huşunu itirib səhv etmirəmsə orada rəqib futbolçu əllə bloklamışdı Əsədovanın zərbəsini. Dərhal həkimlər meydana daxil olur. Yaxın məsafədən qüvvətli zərbə indirildi. Təkrara baxırıq. Darafayeva ötürdü. Əsədovaya yox, üzü ilə toxunmuşdu, bəli. İlk baxışda əllə toxunuşu oxşadı, amma görünən odur ki, yox. Slagana Georgieva topu üzü ilə blokluyor. Aleksandr Andovu göstərirlər bizə. Daha yaxın rakursdan təkrar nümayiş olunsaydı bizə dəqiq görə bilərdik. Top çox qüvvətli zərbə endirilmişdi. Top çox sürətli qapıya istiqamətlənmişdi. Slagana Georgieva səhhəti ilə maraqlanırlar. Onun bax bu rakursdan bəlkə daha yaxşı görsəndi. Qalxıb ayağa, alqışlar onun üçündür. Meydanın kənarına istiqamətlənir. İlk baxışdan əllə toxunuşa oxşamışdı. Amma yaxşı qurtardı. Hər şey əsasən də Şimali Makedoniya millisi üçün. Kapitan Viktoriya oyunu bərpa edir. 15 dəqiqə qalıb təxminən əsas vaxtın bitməsinə. Ayşən Salamzadə itirdiyi topu. Boyana Petkova sürətlənir sağ cinahdan. Petkova top yan xəttdən çıxdı. Anya Boşeska. Teona. Galabovska. Oyza sürətlənmişdi. Melania güçləsindən yaxşı istifadə etdi. Melania cinaha dəyişmək istəyirdi. Peritan blokluyor. Və indi əks hücum alına bilər. Xanım Əsədova sürətlənir. Xanım Əsədova ötürür sağ cinaha. Kristina Bakaradze. Ondan qapıya paralel ötürmə. Rəqib futbolçular uzaqlaşdırır topu. Anya Boşeska xəttdən çıxarır. Müsalə Seyfəddinova. Manə Mollayeva. Diana Məmmədova. Nigar. Cinaha dəyişirik. Sola.
Darafayeva. Ötürmə qapı qarşısına, orada heç kəs yoxdur. Viktoriya. Müsalə. Əhsən. Top milimizdə qalacaq. Out. Bizim lehimizə. Melania Grozdanovanı görürük. Oyuna sonradan daxil oldu. Mana Mollayeva. Paralel keçən oyunda hesab dəyişməyib. 5-1 Macaristan millisinin xeyrinə. Şimali Makedoniya millisi isə tələsir. Vaxt azdır, vaxt onların əleyhinə işləyir. Eva. Yıxıldı orada. Sevinç Cəfərzadə. Yaxşı çevrildi kapitan. Sevinç Cəfərzadə. Ötürülmə Trivela. İrəli orada. Xanım Əsədova çatdı topa. Xanım. Oyundan kənar vəziyyət var idi. Xət hakiminin bayrağı qalxmışdı. Teona. İrəli ötürmə. Nigar Mirzəliyeva qarşılayır. Ayşən Salamzadə itirdi topu. Ana Maria, üzr istəyirəm. Ötürməsi irəli. Ana Maria. Alt Şimali Makedoniya millisinin 10 dəqiqə qalıb artıq. Burada isə qayda pozulub. Açıq-aşkar. Kapitan Sevinç Cəfərzadəyə qarşı. Bəli. Ayağa toxunuş var idi. Nigar. Sevinç. Darafayeva. Ötürməsi Evaya. Rəqibə. Mana Mollayeva. Yaxşı dəyişir Cinaha. Müsalə. Yaxşı baldadır. Peritan. Müsalə. Bir qədər Peritandan səliqəsiz ötürmə. İtirdiyi topu mərkəz xəttində dərhalda yələndi yenidən. Ayşən Salamzadə sığortaladı komanda yoldaşının səhvini. Günay İsmailova, Nigar. Manə. Peritan. Müsalə Seyfəddinova. Out. Qonaq komandanın. Manədən qapçıya. Günay İsmailova. Peritan Bozdağ. Kristina. İtirdi topu, qayda pozulub. Bakaranzaya qarşı. Ötürmə sol cinah istiqamətinə. Sevinç Cəfərzadə oradadır. Cinahına dəyişib. Sevinç. Mərkəz ötürmə. Divar ötürməsi cəhdi. Yaxşı alındı Darafayeva. Top bizdə qalır. Zərbə qapıya Viktoriya. Top biz onun üzərinə gəldi. Alina Darafayeva sol cinahdan fəal qoşulur. Hücumlara qeyd etmək lazımdır. Müsalə. Eva. Eva topu oyunda saxlayır meydanda, amma itirirlər. Kristina Bakaranze. Kristina ötürmə Xanım Əsədovaya. Önündə boşluq var. Xanım ayaq saxladı. Ayşən Salamzadə ötürməsi keçmədi. Kristina top uğrunda mübarizə var. Kristina. Bakaranze. Kristina.
Kristina fəal da orada, ötürməsi yaxşı alınır. Ayşən, ondan qapı qarşısında ötürmə. Viktoriya uzaqlaşdırır. Ardınca da müdafiəçilər. Manə Mollayeva. Topladı. Ötürməsi irəli, Manənin. Hakimin qərarı. Bir daha göstərirlər. Hücumumuzun təkrarını orada Viktoriya qarşılayır. Üçüncüdən zərbə olacaq. Oyunun 84-cü dəqiqəsində. Alina Darafayeva. Darafayeva ötürmə. Zorlaşdırırlar. Bu dəfə out. Yerini yetiririk. Sevinç Cəfərzadə yaxşı çevrilir. Sevinç zərbə qapıya. Top azacıq fərqlə qapının üzərindən meydandan çıxır. Toxunmamışdı top rəqibə. Qapıdan zərbə olacaq. Anya Boşyaska ötürmə keçmir. Ayşən itirdi topu da. Teona. Ötürmə müdafiənin gerisinə düşünülmüş Teonadan. Əhsən. Vüsalə Seyfəddinova. Mani oldu. Rəqibin bu hücumuna qarşısını aldı. Kristina Bakaranca indi millimiz cavab verməyə çalışacaq. Kristinanın ötürməsi yaxşı alınmır amma. 5 dəqiqə qalıb. Hesab 3-1 millimizin xeyrinədir. Bitola şəhərində Pyotr Milashevski stadionunda Ulza yıxılıb. Yenə də həkimlər meydana dəvət olunur. Kifayət qədər foul izlədik bugün bu oyunda. Artıq sayını itirmişəm. Neçə dəfə həkimlər meydana daxil olub. Macaristan millisi 6-cı topu Andorra millisinin qapısından keçirir. 6-1'dir hesab. Qeyd edim ki, ilk oyunda, ilk turda səfərdə Andorra millisini məğlub edə bilməmişdi. Macaristan millisi qolsuz bərabərliklə 0-0 yekunlaşmışdı həmin oyun. Amma ardınca bilirik nələr baş verdi. Açıq-aşkar favorit idi. Dominant təsir bağışladı bu turnirdə Macaristan millisi. Qadınlardan ibarət heyəti. Ulza qalxır ayağa. Son dəqiqələrdə artıq. Kənardan verilən tapşırığı yəqin ki eşitdiniz. Biz bir nəfər çoxuq, oynayaq. Sona qədər alırda azlıqda da Ulza meydanın kənarındadır. Anya Boşyaska topu yan xətdən oyuna daxil etdi. Kristina
Sevinç. Sevinç. Yaxşı dəyişdi cinaha Sevinç. Visalə. Ötürmə irəli. Kristina yıxılıb. Top uğrunda mübarizə aparır orada Kristina. Rəqib cərmə meydançasında. Xanım Əsədova Sevinç Cəfərzadə çevrildi. Rəqibi qapısına sıxmışıq. Uzaqdan qapıya zərbə dəqiq alınmır. Qayıdır oyuna. Luiza Maksuti. Ana Maria adi bir vəziyyətdə topu bizə hədiyyə edir. Ayşən Salamzadə. Qaytardı topu rəqibə. Ana Maria. Nigar Mirzəliyeva. Diana Məmmədova. Uzun ötürmə sal cinaha. Məmmədovadan Vüsalə Seyfəddinova. Mila Panevaya son olaraq toxunmuşdu top. Ondan meydandan çıxdı. Alt millimizin oyun davam edir. Manə Mollayeva. Seyfəddinova. Salamzadə. Hücum cəbhəsini genişləndirməyə qərar veririk. Dorofoyevanın ötürməsi qüvvətli alınır. Viktoriya yerindədir. Şimali Makedoniya millisinin kapitanı və qapıçısı. 90-cı dəqiqədəyik. Sevinç. Ara ötürməsi. Xanım Əsədovaya. Slagana Georgieva. Qarşısını alır hücumumuzun. Hər şey yaxşıdır. Qüvvətli zərbə. Orada almışdı üzündən, amma oyunu davam etdirir. Görək neçə dəqiqə əlavə olacaq. Əsas vaxtda 6 dəqiqə. Daha 6 dəqiqə. Son turda Makaranzi. Ayşən Salamzadə. Top meydandan çıxır. Macaristan Andorra maçı başa çatır. 6-1 hesabı ilə Macaristan rəqibi məğlub edir. Viktoriya əvəzlənir. Rəqib qapısında da əvəzləmə. Yerinə Yevgeniya Velyanovska. Kapitanlar görüşdü. Alqışlarla salınır. Yevgeniya Velyanovska oyundadır. Salamzadə. Eva. İtirdilər topu. Vüsalə Seyfəddinova. O da itirir topu. Miladan irəli ötürmə. Ana Maria. Peritan Bozdağ. Seyfəddinova. 90 üstəgəl 3-cü dəqiqədə out millimizin lehinə. Peritan Bozdağ çatdı topa. Bozdağın ötürməsi və Yevgeniya Velyanovska çətinlik çəkmədən topu götürdü. Amma
topu istədiyi kimi vurmur. Reaksiyasından da gördük. Kristina Bakaradze. Manə Mollayeva. Nigar Mirzəliyeva. Son 3 dəqiqə. Nigar. Bakaradze. Ötürmə irəli Bakaradze'dən. Seyfəddinova çatdı topa. 3-cü bayrağı yaxınlığındadır. Vüsalə, aldadıcı hərəkətlər. Vüsalə, işarəci futbolçunun əhatəsindən çıxmışdı. Ona qarşı qayda pozulur. Son dəqiqələrdə standart vəziyyət Azərbaycan millisinin rəqib qapısı yaxınlığında. Peritan Bozdağ. Hakimin fiti səslənir. Amma yenə də futbolçuları sakitləşdirmək üçün. Nigar Mirzəliyeva və Boyana Petkovanı. Peritan Bozdağ. Ötürmə yaxındır istiqamətinə. 3-cüdən zərbə. Kapitanımız tələsir. Cəfərzadə başladı. Ötürdü. Alina Darafayeva. Yəni Sevin Cəfərzadə. Zərbə qapıya. Başla xanım Əsədova. Dəqiqə alınmadı. Təkrara baxaq. Peritan Bozdağ. Zərbəni indirmişdi. Xanım Əsədova dedi ki, mən də oradaydım. Zərbə indirə bilərdim. Daha yaxşı mövqeydə idim. Son dəqiqədir. Manə Mollayeva. Məmmədova. Mollayeva. Bakaradze. Seyfəddinova. Seyfəddinova ötürür. Bozdağ. Cinah dəyişdi Bozdağ. Darafayeva. Mirzəliyeva. Nigar. Uzun ötürmə müdafiənin arxasına. Sevinç Cəfərzadə çatdı topa. Sevinç. Qayda pozulub. Ana Maria. Qaydanı pozmuşdu. Kapitanımıza qarşı tutaraq saxlamışdı. Vaxt bitib. Son imkan. Hakim işarəsini verdi. Alina Darafayevadan cərmə meydançasına ötürmə. Top yan xəttdən çıxır və Teona Sturua oyunun başa çatdığını bildirən final fitini səsləndirir. Təsnifat mərhələsinin son oyununda, son turda Azərbaycan millisi səfərdə Şimali Makedoniya millisini 3-1 hesabı ilə məğlub edir. Qızlarımıza gələcək turnirlərdə, gələcək oyunlarda uğurlar arzuluyuruq, təəssüflər olsun. Çox yaxın idik bu il dünya çempionatının seçmə mərhələsinə vəsiqə qazanmağa. Amma təbii ki, komandamız, millimiz, qızlarımız sona qədər döyüşdülər. Əziyyətlərini yerə vurmaq olmaz. Uğurlar Azərbaycan millisinə hər iki cəbhədə. Uğur olsun bu oyunu sizlər üçün. Mən Anar Əlizadə şərh etdi. Sağ olun, hər zaman idmanla qalın.